Dəyərli Azərbaycan xalqı, deməli bir şey nəzərinizə çatdırmaq istəyirəm ki, mənim bundan sonra 23-24 yaşım var. Bundan sonra yaşayacağım həyatda yadımdan çıxmayan yeganə bir dənə söz var ki, yəni o söz gələndə indi tüklərim biz olur mənim. Nəinki mənim 80 min döyüş iştirakçısı olub ki, yəni orada hər elə bir ki briqadanın sonra korpus komandiri olur ki, birinci də bizdə çağırış adı var idi, Plafon 01. Orada Rusiyada mən Plafon 01-əm, mən Plafon 01-əm, bütün mövqeləri nəzərinə, bütün ordu, başa düşürsə, hamısı Rusiyada qulaq asır ki, nə deyəcək də. Onun ki, orada deməyi var, atəş sərbəst. İnandırım yerin göyün sahibinə 30 saniyə hamı bir-birinə baxır. Ondan sonra atəşkəs pozuldu 26-sı səhər üzü saat 6 radələrində. Allah şəhidlərimizi rəhmət eləsin. Həqiqətən bu günləri səhifəmdə mən elə şeylər çox da paylaşmıram. Ümumiyyətlə Seyran mənim əmimdir, milli qəhrəmandır. Mən onun adını daşıyıram. Mənim atam da döyüşçüsüdür. Xalam oğlu şəhid olub yanımda. Söhbət ondan getmir. Yəni mən təxris olandan bu günə 4 il keçirdi. Qardaşlar, bir dəfə mən forma əynimə geyinməmişəm. Heç kim də deyə bilməz ki, Seyranı mən formada görmüşəm. Çünki mən məzuniyyətə gələndə, mən deyirəm təkəbbürlü kimi də çıxmasın. Mən özüm məzuniyyətə gələndə müharibədən sonra o formanın ağırlığını özümdə hiss eləmişəm. Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə can sağlığı versin. TikTokdan, Instagramda bizim adımıza ləkə gətirən bəzi sosial platformalarda paylaşımlar var ki, Faiq qazi filan şey, bəhmən şey elədi. O sən görə bilərsən, eşidə bilərsən, amma onun sənin onu paylaşmağın birinci növbədə sən özün vətən xainisən. Çünki o ad ki var, o status ki var, o qazi, veteran statusları ki var, bunlar yəni çox dərin mövzulardır da. O ad o insana verilib, ola bilər ki, o insan o adın ağırlığını dərk eləməsin, harasa qədər fikirləşməsin, amma heç olmasa sən dərk elə, sən başa düş. İndi bu söhbəti danışmaqda da məqsəd var ki, son günlərdə, ümumiyyətlə son aylarda qabağıma çıxan xoşa gəlməz görüntülərdir ki, indi mən də bir döyüşçü kimi olaraq fikrimi bildirmək istədim. Allah yenə şəhidlərimizi rəhmət eləsin.